Hə, 6-cı. 6-cı Münafiq surəsi, Münafiqlər surəsi. Bu surə münafiqlərin başçısı Abdullah ibn Übey haqqında nazil olub. Lakin burada adı çəkilməyib. Adı çəkilsə, nəsə də bir ürək bulandırmaq istəyərlər. Ki, hə, məsələn, bu Abdullah nə çox Abdullah, nə çox Abdullah Übey oğlu. Bunlar hamısı nümunədir. Əgər Quran bir dəstəni aşkar tərifləyir, bəzisini isə danlasaydı, sizcə mədh olunanların müxalifləri və məzəmmət olanların özləri Quranın başına hansı bəla gətirdilər? Hansı bəlanı? Ən azı söz deyərlər ki, yox bu vərəyə məsələn içində vərəyə cıraq, orada mənim adım var, gəl bunun üstündən qaralayaq, ya Quran yandıraq, 1000 dənə şey deyərlər. O deyirlər ki, ən azı tərifini hələ demək, Quran-ı Kərimin imicinin qorunması üçün Allah adları qeydləmir. Adı qeydləmir də. Tərəf billah bu cəhət buna aid. Ürəyə partlasın orada sanki, belə deyək. Heç kim deyilmir ki, mənə aiddir. Dedi, sənə aiddir ayə. Səndən nə iş görmüsən? Nə pis iş görmüsən ki, Allah səni şikayət edir. Qal dərdi içində. Xüsusən də lənətlənmiş şəcərə, altda qeyd edilir, İsra 60-cı ayə. Lənətlənmiş ağac kimdir? Əməvi sülaləsi. Oxumusunuz da, eşitmisiniz. Meymunlar, minbərə çıxırlar falan, həm o yuxu. Burada qeyd edilir ki, ayələrdə insanların ad və ləqəblərinin açıqlanmaması müsəlmanları çaşqınlığa qoymadı. Çünki Quran məsələni həll yolunu göstərmişdi. Yaxşı, möminlər nə bilsinlər kimdir? Hardan bilək? Bir kənara çıxma. Sən tanısın böyüyü, sənin böyüyün kimdir? Vəssalam. Ey iman gətirənlər, Allah'a itaat edin, Peyğəmbərə itaat edin və əmr sahiblərinə. Sən Peyğəmbərə qulaq assan, o sənə deyər ki, kimə sarıl. Get kimin yanına? Dünya bir yana, Əli bir yana, Əli yanına get. Əli haqqına haqdır Əli ilə. Filan nə qədər hədislər var. Sən Peyğəmbərə itaat eləsən, ona qoşulardın. Qoşulmamısan, danışma itaətdən. İtaat edən Peyğəmbərin sözünə Əliyə qoşulardı. Bu ayə bizə nə bildirir? Yəni, əlin yanında ol, biləsən, dostun kim, düşmanın kimdir? O meyardır. O ki, deyirlər, əli böləndir, cəhənnəm və cənnəti. Nəyin ki, durub cənnətdə, sən cəhənnəmə git cənnəti, yox. Onu qəbul eləmirsən, mənim ilahi rəhbəri. Allah deyər, ilahi rəhbər təyin olunmuş. Onu qəbul eləmirsən, hə, buyur. Eləməmirsən, buyur bir yana. İmam Sadiqdən soruşur ki, mən bunu ki, bu ayə İmam Əliyə aiddir. İmam Həsən İmam Həsən haqqında nazil olmuşdur. Dedim, cəmaat deyir ki, Əlinin, Əhl-i Beytin adı Quran-ı Kərim gəlməmişdir. İmam deyir ki, bəli, Quran-ı Kərimdə nə qədər ayəmiz var ki, məsələn, içində namaz qılın, onun necə qılması bilin. O deyirlər, Quran-ı Kərimdə hər şey var, yaxşı. Zəkat kimə aiddir? Hasıl malların nə qədər və nə vaxt? 4 dəfə sual verirəm. Zəkat əvvəl nədir? 5 dəfə sual olsun. Kimə aiddir? Nə vaxt verilir? Hasıl mallardan verilir və s. Var Quranda ayəmiz. Təvaf elə. Yaxşı, hardan başlayayım? Soldan, sağdan. Fırlanım orada, bəli. Yoxsa hoppanım orada. Deyir, fırlanım. Neçə də fırlanım? Nə qədər sayı? O kim təyin edir? Bu arzə bu mövzudur. Quranda hər şey var. O barədə mənim məlumatlar var. Yığmışam qəşəng belə. Ürəyim istəyən var mı? İnşallah istəyirəm ki, gələcək bir bu mövzumuz olsun. Webinarlar, dərs kimi yox, webinarlar olsun ki, məsələn, biləsiniz və qeyd edəsiniz. Quran-ı Kərimdə çox məsələ var ki, var. Ümumi əmr var da, amma xırdalığı yoxdur. Xırdalıq haradadır? İmam Peyğəmbərdə. Mən demişim, orucu qadisinin təhlili var bizim dərsimiz. Təfsir yox, təhlil. Tam fərqli soda görmüşsünüz hər halda. Harasa 3 il bundan qabaq, 3 il ya 2 il bundan qabaq çəkdim və paylaşdım inşallah. Canlı dərs idi. Əlavə bir dərslik. Gedənlər oruç tutanlara aiddir. Oruç tutan məsələsi var sonra. Məsələsi, səfərdə olsanız və xəstə olsanız oruç tutmursan. Sual, səfər niyə deyirlər? Kənddən kəndə, şəhərdən şəhərdə, ölkədən ölkəyə. Səfər niyə deyirlər? Var Quranda. 2. Xəstə olsa, xəstə yəni nə? Nə cəhətdən xəstə? Mümkündür, mən özüm üçün xəstəyəm, başqası üçün xəstə sayılmıram. Deyir ki, o sən, məsələn, 35 qızımız xəstədir sənsin. Nədir ki o?
baş ağrı xəstəliyidir. Yəni bu kim təyin edir? Var Quranda. Quran ümumi ayələrimizdir. Kim təyin edir xırdalığı? Adı sual, xəstə kimə deyirlər? Nə cəhətdən xəstə? Bədənin çöl tərəfi xəstə, yoxsa iç tərəfi xəstə və s. Daha sonra İmam deyir ki, odur əmr ayəsi İmam Əliyə, İmam Həsənə, İmam Hüseyn haqqında da nazil olur. Peyğəmbər qədəxumda deyir ki, mən kontu mövlahu fəhazə aleyhi mövla. Bu da qəşəng uzun mövzudur. Bu barə bizim çıxışlarımız var qədəxum barəsində. Mən ki, mövlası, başçısıyam, əldə onun mövlasıdır. İndi qarşı tərəf qeyşiyə buna mövlanı, dost mənasını ifadə edə belə gülüncünüz iddialar. Bugün kimi əlləsən düşmən idi, bugün dost oldu. Hər bir halda. Bu və digər hədislərə məlum olur ki, dini müharifi bəyan etmək üçün Peyğəmbər və imamların ötəsindədir. Ayə deyir ki, bu qəşəng ayəmizdir. Əgər Quran-Kərimdə hər şey varsa, hər şey izah olunursa, bəs bu ayə nə üçündür? Buna cavab versinlər. Bağlarsa 44-cü ayə. Sənə bu zikri nazil etdik, yəni Quranı. Nə üçün? İnsanlara nazil olanı açıqlayasan. Nəyə açıqlayacaq? Bəs Quran-Kərimdə hər şey açıqlanıb. Bəs ona bu ayə nə üçündür? Hələ Peyğəmbər gəlsin, deyir, ay cəmaət, bu Quran. Burada hər şey var, həmən getdim. Bəs nəyə qalıb orada? Deyir, açıqla. Nəyə açıqlayarlar? Nəyi? Qarnı qalan bir şeyi. Deməli nə? Quran-Kərimdə hər şey yoxdur. Ümumi şərab var, xırdalıq yoxdur. Başqa ayə. 87-ci abla qeydlin, hamısı qeydlin öz-özdə. Peyğəmbər imama tabiçilik ünvanında. İtaat edin. Quran-Kərim ayəmiz çoxlu olaraq qeyd. İtaət kim olmalıdır? Məndə var. İtaat edin kimlərə? İtaat etməyin kimlərə? Mövzu imamətdir. Bəqərə 124. Kimlər o cəhətlərə malik olsa, o xüsusiyyətlərə malik olsa, o imamət məqamındadır. Tabi olmalı yalan danışana, fırıllaqçıya, kimə. Yəni ayə deyir ki, tabi ol. Əmr sahibinə. Yəni əmr sahibi yalan danışan olmasa tabi ol. Əlin yalan tuturlar nəyə kimi? İmam Həsən yalan danışım deyə qədər, İmam Hüseyin yalan danışırlar yox. Yəni əmr sahibi yalan danışa bilər. Hamısına aid deyil. Əhzab 67-ci ayə. Deyir ki, bəzəmal şərtlərlə başçılarına ki, Allah bu başçı mənə azdırdı. Deməli, hər başçı layiq deyil. Hər xəlifə, hər din başçı layiq deyil xəlifəliyə. Hansı xəlifə ilahi xəlifədir? O, müsbət cəhətlərə malik olan şəxs ilahi xəlifədir. Hər xəlifə yox. Muaviyyəli xəlifə deyirlər də, 1900 çıxırdır. Xanım Aşər kimi öldürüb, Muaviyyə öldürməyib. Oxu nə lənət ona da? Oxumuş lənəti. Aşərin qarşı Məhəmməd kimi öldürüb? Muaviyyə. Və xanım Aşər həm gedir onun qəbri üstünə, ona şeir deyərdi. Dua oxarı qarşı üçün, ağlayardı. Bəs qəbri üstü ziyarəti haramdır, şişdi. Və Muaviyyə bilir ki, bundan bu qısas alacaq. De plan cırcızı, sardı Aşər evinə, baş sağlığı, bu da çox belə tülkü olub Muaviyyə. Orada xanımı öldürdü. Oxu lənətlər xanım Aşər lənət oxuyun da, Muaviyyəni oxumursuz.